Bir gün gündüz rəfiqəm zəng vurdu və dedi ki, yarım saata sizdə çay qoy, gözəl şirniyyatla çay içək. Mən də fikirləşdim, nə hazırlayım, rulet hazırladım. 4 dənə yumurtanın 125 qram şəkərini qarışdırırıq. İlğımın vanilini qatırıq. Ayrı qabda 75 qram un, 50 qram qarqadalı nişastası və yarım çay qabartma tozu, o da ilğımında qarışdırırıq. Yumurta şəkərin içində 3 xörək qaşığı qaynar su qatırıq və qarışdırırıq. Ağ gözəl belə xəmir alınır. Sonra yavaş-yavaş unu qatırıq. Və qarışdırmaq lazım deyil, səliqəli belə qarışdırırıq. Çox gözəl reseptdir, tez də hazırlanır. Mən də adi standart protein deyilik. Kağız qoyuruq, üstünə də xəmiri tökürük. Belə çox böyük alınır. 200 dərəcədə düz 10 dəqiqə hazırlanır. Ondan çox olsa quruyur sorulayır və bükəndə çat verir. Qaynanam çox gözəl alma djemi hazırlamışdı. Elə onunla da hazırladım. Rəfiqəm bizə gəlincə rulet hazır idi. Üstündə ilğımın şəkər pudrası və bu. Tez və çox dadlı. Mən dadına baxa bilmirdim, oruç saxlayıram. Rəfiqəm bir gün saxlamırdı. İftara da ən gözəl olar. Siz də hazırlayın.